if you leave me now, telling me your fate is bound and I'm thinking over. Just as long as love's around, here's a true romance. Beware and take your chance. Tomorrow I'm gonna leave you, but I'm here for you tonight. Every single day I want you to know my love is true. So baby, let me show you what to do. Just a little bit more love, just a little bit more passion. This is how it should begin. Skin on skin, just a little getting close, just a little more reflection, 'cause I don't think it's to see. Skin on skin, don't you know that this game is to play just as long as it's time? Can't you see that my heart's gotta know when you're gonna be mine? Just a little more love. Yeah, yeah, yeah. Just a little more love. Skin on skin, baby. Just a little getting close, just a little more reflection, 'cause I don't think it's so sin. Skin on skin, ooh, skin on skin. Sabrina ve Yulia. Ve Cavit. Zülfiyə xanım, gəlin sizdən başlayaq. bir Mən dəfə. Cavidi seçirəm. Biz də onu Cavidə xilas eləmək alqışlarınız. istəyirdik. Qızlar o qədər zərifdirlər. O qədər buradan xoş görünürlər ki, çox belə məlahətli. Elə bir nəyinsə belə özümü suyun üzərində hiss eləyirdim. Necə obrazları, elə də ifaları oldu. Hər ikisini təbrik eləyirəm. Təşəkkür edirik. Röya xanım, buyurun. Amma əminlik daha çox, Yulia'da. Yulia'da elə bir daha çox hiss eləyirdim mən. Ya hardasa, amma biraz həyəcan Sabrina'da. Sabrina'da var idi elə bir. Ya səsindəki o titrəklik mənə elə gəldi. Çok sağ ol. Röya xanım, görək nə deyəcək? Bu onsuz da elə bir mahnıdır ki, yəni həm imkan yaradır ki, səsini göstərəsən, həm imkan yaradır ki, bağırmayasan da, belə çox mülayim bütün onu hisslərini danışasan hər kəsə. Mən biraz ürəyi hiss etmədim burada, nə gizlədim. Yəni, ha gözlədim ki, mən belə toxunsun mənə nəsə. Kulminasiya axtarırdınız. Bəli, o olmadı. Kulminasiya. Amma əlbəttə ki, biz onları seçmişiksə, demək ki, onların əminik onların səsinə, duruşuna. Bəlkə də bugün belə bizə hisslər bağışladılar. Amma mən hər ikisini də bəyəndim, yəni. Hərəsi özünə görə. Nə baxırsan üzümə, nə deyim? Gözlərə baxarlar da. Nə deyim? Bitti. Onsuz da son qərarı Eldar verəcək. Yo, hələ ondan öncə Murad var. Danış aşkım. Deməli belə. Dostlar, həqiqətən də çox xoş bir nəğmə seçmişdiniz. 2000-ci illərin əvvəlində demək, mən xatırlayıram, o vaxtlar
son zəng partiləri olurdu. Və orada o ilk kövrək addımlarını həyata atan yeniyetmələr ilk rəqslərini oynayırdılar. Və bu nəğmə o dövrün şləgeridir də. Mən o günləri yaşamadığıma görə Heç birimiz yaşamamışıq. Bizim çox ağır bir həyatımız oldu. Ağlımız kəsənə biz işləmişik. Amma həmin o təəssüratı, bilirsiniz necə, o təmizliyi, o paklığı ötürdülər. Heç bir agresiya, nə bilim, lazımsız erotizm vermədən, misal üçün, səsin üzərində dayanmadan, çox xoş, çox təmiz, çox pak bir nəğmə seçdilər və o ilk sevginin, ilk toxunuşların, ilk həyəcanın duyğularını səsinizlə ötürdünüz. Obrazlarının haqqını verdilər. Mən dinlədim və mən anladım ki, mahnı nə istəyirdisə onu verdiniz də, yəni mahiyyət etibarıyla ilk səhnələrinizdir. Amma hər ikinizə sualım var, zəhmət olmasa məndən xatırladın ki, siz görmədən dinləmələr mərhələsində nə oxumuşdunuz? Sabrina Laren'dən Tatu ifa etmişdi. Tatu, aha. Bəs Yulia? Я пела Беверли Кравин «Love Sins». Love Sins, hə, bax, Eldar, bax, misal üçün Love Sins-də olan xətalar ki vardı, səs məsələsindən, onların hamısının üzərində yaxşı bir iş aparmışsınız. Çünki Skin on Skin və Love Sins mahiyyət enerjisi ilə və formatı ilə, janrı ilə yaxın şeylərdir. Yaxın şeylərdir. Misal üçün, Love Sins-də çox belə bağışlanmaz xətalar eşidirdi. Murad, xatırladım ki, onu da siz hər iki xanıma dönmüşdünüz. Hə, nə olsun? Amma heç biri siz seçməmişdi. Nə olsun? Yox, dedim də indi biz xatırlatmaları Ama kimse onlardan seni bugün seçebilir. Sen dünyanın durduğu Amma yerdə bugün belə bir şansınız da ola bilər. Azər, sən bilmirsən ki, o əsəbləşir elə deyəndə, nə elə eləyirsən? Ya, ya. Azər. Əmin ol. Kızlar çox pis olmuşdunuz. Çox pis olmuşdunuz. Edardan çox heç məsələşmir. Belə oxumaq olar. Mən Röya ilə razıyam. Zarafat bir yana, Azərdir də neyiniyək? Bir dənə Azərimiz var. Bəyəndim, Eldar iş görübdü. Sizi həqiqətən də ilk addımlarınıza və ilk çıxışlarınıza ilk çıxışlarınızla müqayisədə bir neçə pillə yüksəldə bilib. Vokal anlamında, səhnə duruş anlamında. Sağ olun. Eldar, buyurun. Eldarın üzü, deyir siz nə danışırsınız? Nədən danışırsınız? Eldar biraz rahatdı ona görə, çünki hər ikisinə dönmüşdü ona görə və hər ikisi də onu seçmişdi. Ama bugüne bunun hiçbir adiyatı yoktu. Çünkü hakikaten çok heyecanlıyım. Biraz da əsəbiyəm. Eldar əsəbləşib. Gəlin baxaq. İlk dəfə görürəm. Nəyə görə? Öncəliklə sizi təbrik edirəm ki, bu mərhələdəsiz və əlinizdən gələni elədiniz ki, yaxşı ifa eləyəsiniz. Amma bir söz deyim ki, nə Sabrina, nə Yulia məşqdə olduğundan heç 80%-ni də göstərmədilər. Nə danışırsın? Görürsünüz. Bilmirəm söhbət nədədir, problem nədədir, geyimlərdəmi, həyəcandamı, ya da nəsə eşitmirdiniz orada. Amma o, Röya ki dedin, o hissiyat, duyğu, içdə olan şeylər, olan bir şeydir. Məşqdə onlar çox belə kozi geyinirdilər, bu sviterlər filan, beşməkan və çox rahat ifa edirdilər. Bu yüksək notlar, bu tersiyalarda, intervallarda hər şey o qədər ahəngdə idi ki, mən bu günləri bura gəlib deyirdim ki, indi biz göstərəcəyik necə işləmək lazımdır. Siz diktavan geyinirsiniz indi. Amma o deyildi. Məsəl üçün, mən bu paltarda ancaq lirik oxumaq istəyirəm. Peki ayaqqabılarını çıxarsan təzən oxusunlar. Lirikada, lirikada... Bu çox izafi olar. Bu çox izafi olar. Lirikada deyim ki, çox belə dərin və çətin lirika olmuşdu. Yox. Bu çox rahat mahnıdır. Asan mahnıdır. Amma bu duyğuları mən hiss eləmədim. Daha çox sizin o texniki baxımdan mahnıya uyğunlaşmağını hiss elədim. Düşünürəm. Zahiri olaraq bir-birimizə çox yaraşdınız səhnədə. Demədiyi qalmadı qızlara, fikir versən. Çünki mənim gözləntilərim başqaydı. Vallahi hamı deyir, asan mahnıdır, belədir. Heç lap yaxşı ifa elə. Sadəcə olaraq mahnını Eldar özləri çox gözəl də ifa elədilər.
O içərdən o emosiya var. Mahnını düppədüz əvvəldən axıra kimi not oxumağa əsas o içəri var. Onu verməlisən. Daxildə olan o var, o ki, mən burada qalmaq istəyirəm. Mən bunu belə çatdırmaq istəyirəm. Onu verə bilməlisən. Ona görə də mən əsəbləşirəm Zülfiyyə xanım. Çünki mən bunu eşitmişdim. Məşqdə var idi. Və təcrübələrində var, məşqdə var idi. Və mən bunu yəni eşitməsəydim, deyərdim ki, okeydir, superdir, əladır, gedə bilərik. Amma siz ki bunu vermədiniz və mən hamımız Zülfiyyə xanım az öncə bir söz dedi. Mən burada qalmaq istəyirəm. Elə biz də bunu bilmək istəyirik ki, kim burada qalacaq, kimisə ümidi xilas etmə məqamına Eldar, qalacaq. sən çıxart. Olar elə. Yox. Eldar, seçim vaxtıdır. Çox səmimi oğlan deyirlər, ləzzət edir adamı. Adətən, bilirsiniz, mən seçimimi bu gün üçün eləməyi xoşlayıram ki, necə oxudularsa seçəcəm. Amma bu dəfə ikiniz də orta bab, belə sözdən istifadə eləmək olarsa, orta bab oxudunuz. Bir-birinizə uyğun idiniz. Ona görə də mən daha çox təcrübəyə və gələcək işlərimizdə mənə daha yaxın olan bir səsi seçəcəm. Və bu səsin sahibi Sabrinadır. Sabrina! Təbriklər! Növbəti mərhələdəsiz. Amma dostlar, mən Yuliyanın qalmağını çox istəyirəm. Çünki həqiqətən çox istedadlıdır. Təbrik edirəm. Təbrik edirəm. Hər şey yaxşı olacaq. Sağ ol, qızım, təbriklər. Təbrik edirəm, təbrik edirəm. Sabrina, gələn dəvə espresso oxududan. Bizim də öz Sabrinamız olsun. Uğurlar sizə, sağ olun, sağ olun. Yuliya, sizin üçün çox həlledici və həyəcanlı bir məqam. Hətta bu həyəcan sizin eks-ustadınızın oturuşundan da hiss olunur. Vallahi. İndi görək Bayaqdan könlünü açmaq istəyirik. Nə edirik, bilməm. Eldar çox həyəcanlıdır. Siz bilirsiniz nə etmək lazımdır dostlar. Bir hərəkət yetər. Düyməyə sıxmaq yetər ki, Yuliya bu layihədə qalsın. Bunun üçün 10 saniyə vaxtınız var və o vaxt gedir. İddiasızdır. Məncə bu iştirakçı iddiasıdır, bu mənə əngəldir hal-hazırda. Heyf, Yuliya. Belə də olur. Layihənin qaydaları var. Amma biz istərdik ki, həm də bu qaydalara əsasən sonda sizə söz verək və sizə eşidək. Buyurun, Yuliya. Я благодарна тому, что я дважды оказалась на этой сцене. Это уже очень много. Спасибо вам большое за объективные оценки. Мне есть к чему стремиться, чему учиться. Спасибо большое оркестру. Спасибо зрителям за поддержку. И я желаю всем участникам удачи. Uğurlar, çox sağ olun. Biz sizə də uğurlar arzuluyoruz, Yuliya. Buyurun, görüşə bilərsiniz ustadlarla. Yolunuz işıqlı olsun. Спасибо вам. Спасибо. Свидание. Спасибо, удачи. Uğurlar, yolunuz açıq olsun.